Deməli, sizə yorucu bir şey deyim. Əslində mənim üçün yorucu deyil də, amma bəzən yorucu ola bilər. Ola biləcək şeyləri təxmin etməyiniz, məsələn, ssenari qurmağınız da, bu hər bir hadisə ilə bağlı ola bilər. Lap pis bir hadisə də ola bilər, xoş bir hadisə də ola bilər. O sizi ola biləcək hadisələrə qarşı hazırlıqlı edir. Düzdür, zaten o hadisələrin hamısı baş vermir, amma baş verən anda sizin o hazırlıqlı olmağınız o məsələni qabaqlayacağınız anlamına gəlir və sizə çox rahatlıq təmin edir həmin an. Bir çətinliksə asanlıqla üstəsindən gəlsin. Bir mübahisəsə asanlıqla o mübahisədə qalib gələ bilirsiniz. Sonra bir vaxt bir kitabda rastladım ki, bunun adı var imiş. Yəni term olaraq adı keçin mental simulation'dır. Bəlkə hansısa videoda danışmışam. Mental simulation mental olaraq ola biləcək hadisələri canlandırmağınız sizə rahatlıq verir və həmin çətinlikləri bir növ qarşılaşanda asanlaşdırır. Buna belə də deyə bilərsiniz. Reaktiv olmaqdan proaktiv kimi. Yəni anında reaktiv olub cavab verməkdənsə, proaktiv bir çox cavabı və yaxud həll yolunu və yaxud düşüncəni özünüzdə canlandırmağınız öncədən o hadisəni asanlıqla üstəsindən gəlməyinizə yardım edə bilər. Dostuma məsləhət verdim, sizlə də bölüşdüm.